Əbədi iz ucsuz bucaqsız dağların qoynunda əsrlərin izi ilə yazılmış Əxıdrabad adlı kiçik bir kənd yerləşirdi. Bu kənd qədim ənənələrin, nəsillərin səmimi hekayələrinin və təbiətin özündə saxladığı əbədi sirlərin birləşdiyi, insan ürəklərinin bir-birinə yaxınlaşdığı, həyatın hər rəngini, acı ilə şirin, kədər ilə sevincin bir araya gətirən müqəddəs bir məkandı. Hər səhər dağ zirvələrindən süzülən günəş şüaları, torpağın incə qoxusunu, axan çayların şırıltısını və təravətli küləklərin sərin nəfəsini kəndin hər küncünə yayıb, insanlara yeni bir ümid bəxş edirdi. Kəndin mərkəzində köhnə daş divarlarla əhatə olunmuş məscid və yanında tikilmiş qədimə mədrəsəyə binası nəsillərin hikmətinin, adət-ənənələri və insanlığın əbədi dəyərlərini daşıyan, hər kəsin ürəyində dərin iz buraxan bir simvol idi. Bu mədrəsədə hər gün Əli bəy sakit və mərhəmətli səsi ilə gənclərə həyatın əsl mənasını, sevginin, mərhəmətin və əbədi inamın gücünü öyrədirdi. O, uzun illərin acı və şirin dərslərinin, təbiətin sərt qanunlarını və insan qəlbinin incə duyğularını anladaraq, hər sözü ilə kəndin hər küncündə yaşayan xatirələri canlandırırdı. Əli bəyin yanında səmimi və düşüncəli Hüseyn də vardı. Hüseyn yalnız sözlərlə deyil, insanlara baxışları və sakit təbəssümü ilə də həyatın həqiqətini, keçmişin dərslərini və gələcəyin ümid dolu üzüntüsünü özündə daşıyırdı. Kəndin gəncləri ona yaşlı dost deyərək, onun sözlərində əbədi izlər axtarır, hər acının arxasında yatan dərin sevginin və mərhəmətin sirlərini hiss edirdilər. Bu sakit və dərin dünyada ən parlaq və incə duyğuların simvolu kimi kəndin gözəl qızı Leyla yaşayırdı. Leyla, gəncliyin enerjisinin, təbiətin incəliyini və həyatın hər anında gizlənmiş dərin mənaları özündə cəmləşdirən bir varlıq idi. O, hər səhər evinin qabağında yerləşən kiçik bağında oturub, açan güllərin və lalələrin incə rənglərinin, quşların nəğməsinin, torpağın ömrünü dinləyir, hər kəlmədə həyatın sirrini tapırdı. Leylanın gözlərində həm keçmişin dərin hüzuru, həm də gələcəyin ümid dolu arzuları parıldayırdı, sanki onun ürəyi, bütün dünyanın sevincləri və kədərləri ilə dolu idi. Arif adlı gənc isə kəndin kənarındakı dağ yollarında uzun-uzadı gəzərək, təbiətin sükutunda, axan çayın nəbzində öz iç dünyasının sirlərini axtarırdı. Arifin ürəyi hər addımında həyatın incə təzadlarını, həm acı, həm də şirin anları bir araya gətirən, insanın varlığının dərin izlərini açan, əbədi və dayanıqlı bir nağıl kimi canlanırdı. O, düşünürdü ki, həyatın əsl mənası, keçmişin acı dərsləri ilə gələcəyin ümidini birləşdirən o sarsılmaz duyğularda gizlidir. Arif hər zaman Leyla və digər gənclərin yanında kəndin köhnə ənənələrinin, tarixi və mədəni irsini qoruyub saxlamaq üçün çalışırdı. Günlərin birində kəndin dar daş yolları, axan çayların kəsişdiyi meydanda böyük bir bayram təşkil olundu. O gün kəndin hər küncündə keçmişin xatirələri, adət-ənənələrin zənginliyi və gələcək üçün ümid dolu arzular bir araya gəldi. Bayram meydanında Əli bəy və Hüseyn səmimi sözlər söyləyərək gənclərə əbədi və dayanıqlı olan sevginin, mərhəmətin və inamın necə yaşanması barədə uzun-uzadı danışdılar. Onların hər sözü sanki dağların sükutunda, axan çayın nəğməsində və torpağın özündə yazılmış, əbədi izləri olan bir dastanın parçası kimi səslənirdi. Meydanda gül çiçək, rəngarəng bayraqlar və sevinclə dolu gülüşlər arasında Arif Leyla ilə rastlaşdı. Onların baxışları ilk dəfə bir-birinə çarpar, sanki uzun illərin ayrı düşmüş ürəkləri bir anda yenidən birləşdi. Arif, Leylanın incə gözlərinə baxaraq dərin bir sükut içində belə dedi: "Ey Leyla, həyatın hər anında, hər dərdində, hər sevinci və kədəri bir araya gətirən o əbədi sevgi bizim ürəklərimizdə yaşamalıdır. Hər çətinlikdən sonra, hər itkidən sonra sevgi bizi yenidən doğurur, ruhumuzu işıqlandırır. Mən inanıram ki, bu kəndin, bu torpağın, bu gözəl təbiətin sirlərində o dayanıqlı sevgi hər zaman yaşayacaq." Leyla gülümsəyərək, yüngül və səmimi bir səslə cavab verdi: "Arif, mən də sənin kimi hiss edirəm. Həyat hər anında, həm acı, həm şirin, həm kədər, həm də sevinclə bizə öz mənasını göstərir. Sevgi isə bu çətin dövrlərdə belə əbədi və dayanıqlı olan o gücdür ki, bütün yaraları sağaldır və insanı yenidən işıqlandırır." O an kəndin digər sakinləri də sanki bir-birlərinin qəlbinə toxunmuş kimi səmimi bir birlik və mərhəmətlə doldu. Kəndin yaşlıları keçmişin acı dərslərini və gələcəyin ümid dolu anlarını yad edərək, bu sevgi və inamın daimi olmasının vacibliyini bir daha təsdiqlədilər. Hər kəs o gün sanki Tolstoyun romanlarında təsvir olunan o geniş, dərin və əbədi insan duyğularını, həm sevginin, həm də kədərin, öz ürəklərində birləşdirərək gələcəyin hər anını daha da möhkəm addımlamaq üçün güc tapdı.
Bayramın davamında kəndin ən qədim məclis evində toplanan insanlar bir-birinə qədim dastanları, şeirləri və hikmət dolu sözləri danışaraq həyatda daimi olan dəyərləri, sevgi, mərhəmət, inam və ədalət tərənnüm etdilər. Əli bəy böyük səs tonu ilə həyat, əzizlərim, yalnız sevinclərdən ibarət deyil, hər kədər, hər ağrı, hər itki. Bunlar da bizə həqiqi sevginin, mərhəmətin və dayanıqlı inamın nə demək olduğunu göstərir. Biz bu çətin anlarda belə sevgi ilə birləşərək bir-birimizə dəstək olmalı, həyatın hər dövrünü əzəmətlə qarşılamalıyıq, deyərək səmimi və dərin sözlər söylədi. Hər kəsin ürəyində o an sanki bir ateş yandığı, keçmişin qaranlıq kölgələri yox oldu, yerinə yalnız sevgi və ümid dolu parıltılar yayıldı. Hüseyn isə sakit və düşüncəli tərzdə sevgi yalnız romantik duyğular deyil, o hər çətin anın, hər acının, hər kədərin arxasınca gələn o əbədi işıqdır. Biz həyatın hər anında sevginin dayanıqlı izlərini daşıdıqca heç bir fırtına, heç bir qara gün bizi əsla məhv edə bilməz, deyərək sözün gücünü nümayiş etdirdi. Arif və Leylan isə o gün bağda, dağların sükutunda axan çayın səsini dinləyərək gələcək üçün ümidlərlə dolu planlar qurdu. Onlar kəndin ən gözəl cütlüklərindən birinə çevrildilər və sevginin daimi, əbədi bir dəyər olduğunu, hər acı, hər kədərin ardından yenidən doğan o incə işığın simvolu olduğunu ürəklərində qətiyyətlə və inamla yaşamağa qərar verdilər. Kənddəki hər kəs bu hadisəni bir dərs kimi qəbul edərək, keçmişin ağır günlərindən öyrəndikləri ilə gələcək üçün möhkəm ümidlər qurdular. Hər kəs bilirdi ki, əsl sevgi yalnız xoşbəxt anların deyil, həm də ən çətin zamanların, qaranlıq gecələrin və ağır kədərin arxasınca gələn o daimi işığın təcəssümüdür. Bu sevgi zamanın hər dəqiqəsində, torpağın hər bir qoxusunda və dağların sükutunda əbədi iz buraxaraq yaşayırdı. Günlər keçdikcə Xıdırabad kəndinin həyatında yeni səhifələr açıldı. Quraqlıq dövrləri arxada qaldı, axan çaylar yenidən sularını tapdı, torpaq yaşıl rəngə büründü. Kəndin sakinləri hər yeni günün, hər yeni səhərin sevgi ilə, mərhəmətlə və inamla dolu olmasına ümidlə baxırdılar. Hər kəs əbədi sevginin o dayanıqlı və dəyişməz dəyərin izlərini qəlbində daşıyır, bu dəyərlərin nəsillərə ötürülməsinin vacibliyini dərin hiss edirdi. Əli bəy, Hüseyn, Arif, Leyla və kəndin digər bütün sakinləri hər axşam gün batarkən dağların sükutunda, axan çayın nəbzində və qədim məclisdə toplanaraq keçmişin dərslərini yad edir, sevginin, mərhəmətin və əbədi inamın izlərini bir daha təsdiqləyirdilər. Onların hər kəlməsi, hər baxışı və hər səssiz anı sanki Tolstoyun geniş ürəklə yazılmış romanlarında təsvir olunan insan talelərinin, əbədi sevginin və dayanıqlı ümidin canlı şahidi idi. Beləliklə, Xıdırabad kəndinin dar daş yollarında, köhnə mədrəsə divarlarında, axan çayların səsi arasında və hər bir insanın qəlbində sevginin daimi izləri əbədi olaraq yaşadı. Bu sevgi zamanın sərt qanunlarına, həyatın çətin sınaqlarına baxmayaraq hər zaman qəlbləri işıqlandıran, acının, kədərin arxasınca gələn o əbədi işıq kimi nəsillərin yaddaşında və ruhlarında əbədiləşdi. Bu nağıl, Tolstoyun dərin və geniş ürəklə yazdığı kimi, insanın hər bir zəifliyi ilə birlikdə gücünü, həm acı, həm şirin anların bir araya gəldiyi o əbədi və dayanıqlı sevginin, həyatın ən qiymətli dəyərinin necə də sarsılmaz olduğunu bizə göstərdi. Hər kəs Xıdırabadın hər bir küncündə, hər bir daşında və hər axan su damlasında sevginin əbədi izlərinin, o dayanıqlı ruhun işığını tapırdı və həyatın ən çətin anlarında belə ürəklərində ümid və inamı daim yaşadırdı. Beləliklə, bu kəndin hər günü, hər gecəsi və hər anın insanlara öyrətdi ki, əsl sevgi, o daimi, əbədi sevgi, yalnız gözəllikləri deyil, həm də çətinlikləri, həm acıları, həm kədəri, həm də hər zaman gələn ümidin və işığın şahididir. Hər kəs Xıdırabadın sükut dolu gecələrində, dağların ətəyindəki o incə işıqda sevginin izlərini, mərhəmətin sarsılmaz dəyərini hiss edir. Bu əbədi duyğuları gələcək nəsillərə ötürmək üçün ürəklərində qoruyurdu. Beləliklə, əbədi iz adını verdiyimiz bu hekayə, kəndin, təbiətin və insan ruhunun dərinliyində yaşayan, keçmişin və gələcəyin sarsılmaz bağlarını əks etdirən bir dastan kimi nəsildən nəsilə ötürüldü. Xıdırabad kəndinin sakinləri hər axşam gün batarkən dağların zirvələrindən süzülən o altın şüalar altında sevginin, mərhəmətin və inamın daimi izlərini hiss edir, həyatın ən dərin sirlərinə dair yeni ümidlərlə dolurdu. Beləliklə, Xıdırabadın dar daş yollarında, qədim məclisdə, axan çayların səsi arasında və hər bir ürəkdə sevginin daimi, əbədi izləri sonsuzluğa qədər yaşadı. Bu izlər həm keçmişin ağrısını, həm də gələcəyin parlaq ümidini özündə daşıyaraq hər kəsin qəlbində əbədi yer aldı və insanlara öyrətdi. Əsl sevgi, həyatın bütün rənglərini, həm acını, həm də şirinliyini birləşdirən o sarsılmaz gücdür.
Hər kəs bu nağılı Xıdırabadın səssiz, lakin dərin ürəklərində və tarixində əbədi olaraq xatırladı və hər yeni gün sevginin, mərhəmətin və dayanıqlı inamın əbədi izləri insanlara həyatın ən qiymətli və əsl dəyərinin nə olduğunu bir daha göstərdi.